Siz elə bilirsiniz ki, günah yalnız zina eləyəndə, haram yeyəndə və ya qəlb qıranda qazanılır. Elə bilirsiniz ki, savab və günah yalnız etdiklərinizlə ölçülür. Xeyr, əgər pis bir şey etməyib savab qazanırsınızsa, demək yaxşı bir şey etməyərək də günaha batırsınız. Neçə alçağı, neçə bir qeyrəti, neçə cındırı sadəcə sizə ziyanı dəymir deyə sındırmamısınızsa, onların cavabını verməmisinizsə, o günahların hamısı sizin boynunuzdadır. Bir əclafın alçaqlıq edəcəyini bilib səssiz qalmısansa, sən də o əməldə ona şəriksən. Savab üçün mütləq pulun, maddi imkanın olmasına ehtiyac yoxdur. Əlin, qolun və dilin var. Bir əclafa dediyin o acı söz, atdığın o tək bir şillə, sənin o bəhbəhlə tərif dediyin əməl dəftərini doldurardı. Alçaqların payını vermək fəzilət deyil, öhdəlikdir. Amma yenə də deyirəm, siz mənə dəyməyən ilan min yaşasın deyib öz nüfuzunuzu qoruyursunuz. Əgər nüfuzum sarsılmasın, özüm pis olmayım deyə o alçağı susturmursunuzsa, demək siz Allahı o alçağın qarşısında daha zəif görürsünüz. Mən sizə demişdim, Allah zalimi mühakimə edə bilməz. Çünki Allah birinin cəhənnəmə gedəcəyini bilsəydi, onu yaradıb sonra əbədi əzaba atmazdıza. Sadəcə yaratmazdı onu. Amma imtihan üçün yaratdı və yaxşı adam pis adamdan üstündür. Pis adamsa yaxşıya nisbətdə zəifdir. Üstün olanda zəifi tərbiyə etməlidir. Qiyamət günü Allah sizə desə ki, bu alçaqlar bir-iki dəfə həddə aşıblarsa, bu onların günahıdır. Mən bağışlayıram, amma əgər onlar ömür boyu alçaq yaşayıblarsa, bu artıq sizin günahınızdır. Onda nə eləyəcəksiniz? Zalimin ilk günahları bağışlandı, amma sonraki bütün günahları o pasiv yaxşıların belinə yükləndi. Siz yaxşı adam deyilsiniz, siz sadəcə zalimi Allaha şikayət edib kənara çəkilən, Allaha işverənlik eləyən qorxaqlarsınız, satqınlarsınız. Yaxşıların daha keyfiyyətli, daha cənnətə layiqli olması üçün pislərlə peyvənd olması vacibdir. Pislərin birinci fəaliyyəti əksər hallarda heç günah da sayılmır. Onlar sadəcə sizi daha dözümlü, daha sağlam etmək üçün varlar. Çünki Allah onları bəlkə də heç imtihan etmir. Zamanı gələndə də özü onları bağışlamalı olacaq. Amma sonra üzünü o satqın və xain olanlara tutacaq. Çünki Allah dürüst pisi özünü gicliyə qoyan yaxşıdan daha üstün tutur. Məntiqlə pislərin ömür boyu pislik edərək yaşaması mümkün deyil. Çünki yaxşı adamların vəzifəsi lazım gəlsə nəinki nüfuz, nəinki maddiyyət, hətta can bahasına o pisi məhv və ya zərərsiz etməkdir. Pislər yalnız onların üzünə kişi kimi duran, onlarla mübarizə aparan yaxşılara etdiklərinə görə mühakimə olunacaqlar. Amma kim başını aşağı salıb sakit qalaraq alçalmaq qəbul edirsə, o pisin ona etdiyi pisliklər günah sayılmır. Başı aşağı sakit duran adam o zalimin günahlarına şərikliyib qəbul edir. Cəza verilməli olan pislər deyil, cəzaya məhkum olunmalı olan o səssiz dırnaq arası yaxşılardır. Onlar pis olmayacaq qədər sosial qınaqdan qorxan, mərd olmayacaq qədər də alçaqdılar. Onların rəngi bilinmir, onlar ortada bir boz zona yaradırlar. Əslində neytraldılar və ən alçaq olanlar məhz onlardır. Pislərlə mübarizə aparmaq asandır, çünki onun nə edəcəyini bilirsən. Amma bunlar sadəcə səssiz alçaqlardır. Onların özlərinə mövqe tapa bilməməsi, yerdə polisin, göydə isə Allahın qorxusundandır. Yaxşı və mərd ola bilməmələrinin səbəbi isə xislətcə ilə səssiz alçaq olmalarından irəli gəlir.